Salam əziz izləyicilər. Bu videoda bir neçə feilin qrammatik məna növlərinə baxacağıq. Burada bəzi feillər var ki, ilk baxışdan məsələn qayıdış növə bənzəyir və yaxud da məhsul növə bənzəyir. Lakin bu feillərin məna növlərini taparkən diqqətli olmaq lazımdır. Ümumiyyətlə feilin qrammatik məna növlərini tapanda bir məzmuna baxmalıyıq, ikinci isə şəkilçiyə baxmalıyıq. Məsələn, su duruldu, qayıdış növə bənzəyir, lakin gəlin bunu kök və şəkilçiyə ayıraq. Duru sözün kökü, durulmaq, duruldu. Qayıdış növün şəkilçiləri hansılardır? Il, il, ul, ül, ın, in, un, ün və n şəkilçisi. Qayıdış növdə deməli təkcə l şəkilçisi yoxdur. Həmçinin duru sifətdir. Sifətdən yarandığına görə bu olacaq məlum növdə. Çünki feilin yeganə növüdür ki, məlum növ digər nitq hissələrindən yarana bilir. Məlum növdən başqa yerdə qalan digər növlər hər biri feildən yaranmalıdır. Baba qocaldı. Baba özü qocalır, amma biz bunu qayıdış növü götürmürük. Sözün kökü qoca, qocadan qocalmaq, qocaldı. Bəli, burada da təkcə l şəkilçisi qalır. Tək l şəkilçisi qayıdış növdə yoxdur. Və söz nədən yaranıb? Qoca sifətindən. Sifətdən yarandığına görə bu da olacaq məlum növdə. Sonra hava qaraldı. Yenə də qayıdış növü bənzəyir, amma baxaq. Sözün kökü qara, qaradan qaralmaq, qaraldı. Qara sifətdir. Sifətdən yaranıbsa digər növlər ola bilməz. Olacaq hansı növdə? Məlum növdə. Həmçinin burada qayıdış növü şəkilçisi yoxdur. Bax sulandı. Aha. Sulandı feilində diqqət etmək lazımdır. Ümumiyyətlə la şəkilçisi bilirik ki, həm bütöv götürülür leksik kimi, həm də la üstəgələ n kimi götürülür. Sözün kökü su. Bağ sulandı. Burada sulamaq feili iştirak edir. Çünki bağı kimsə sulayır. Sulamaq feili iştirak edir. Sula, sulan, sulandı. N burada məhsul növün şəkilçisidir. Bax kimsə tərəfindən sulandı. Bu olacaq məhsul. Meyvə sulandı, gözüm sulandı. Bu da baxanda qayıdış növə bənzəyir, lakin qayıdış növdə deyil. Burada meyvənin, yəni yetişəndə sulanır, gözdə ya toz olanda, ya nəsə ağrıyanda sulanır. Yəni burada sulamaq feili iştirak etmir. Su sözün kökü, gözü meyvəni gətirib kimsə sulamır. Yəni meyvə öz-özündən sulanır. Ona görə də burada sulamaq feili iştirak etmir. Birbaşa olacaq sulanmaq, sulandı. Lanlen şəkilçisi də heç birinin deyil. Həmçinin söz nədən yaranıb? İsimdən, su isimdən. Deməli olacaq məlum növdə. Sonra gözüm sulandı. Sözün kökü su. Yenə gözü sulayan yoxdur. Göz birbaşa özü sulanır. Bu da olacaq məlum növdə. Xəmir yağlandı. Məsələn, şirniyyat bişirəndə xəmiri qat-qat yağlayır kimsə. Yağ sözün kökü. Burada yağlamaq feili iştirak edir. Yağlayırsan, sonra yağlanır. Kimsə tərəfindən yağlandı. Burada isə n şəkilçisi var. Deməli olacaq məhsul. Saçı yağlandı. Artıq saçı kimsə gətirib yağ tökmür. Yəni burada yağlamaq feili iştirak etmir. Saç birbaşa özü yağlanır. Lan isimdən deməli feil yaratdı. Deməli bu da olacaq hansı növdə? Məlum növdə. Deməli, feilin qrammatik məna növünü taparkən diqqətli olmaq lazımdır. İlk baxışda, məsələn, qayıdışa bənzəyirsə, gedib onu qayıdış götürmürük. Məhsula bənzəyirsə, məhsul götürmürük. Diqqətli olmaq lazımdır. Birinci məzmuna baxmalıyıq, ikinci isə mütləq kök və şəkilçiyə ayırmalıyıq ki, görək orada həmin növün şəkilçisi var, yoxsa yoxdur. Bu kimi videoların davam gəlməsini istəyirsinizsə, bəyənək videomuzu, paylaşaq və rəy yazmağı unutmayaq.